Bu dəfə xanımlar saatında etiraflar olacaq. O mənim səhifimdir, bundan sonra belə olmayacaq. Hansı məşhurlar mükafat üçün qırğına çıxdı? Bu müğənni orada olsun, orada olmasın deyə belə cəhlər var. Daim Sən olaraq. gelib demirsən ki, Elnarə orada olmasın, açıq etirafdır. Kim kimin zövqünə irad tutdu? Nisbətən uzun ətəkli olmalıdır. Mən geridə mi qalmışam? Yox, çox öndəyəm. Estağfurullah. Yox. Yoganın daha bir sirri xanımlar saatında. Nəfəsimizi alırıq, nəfəsimizi veririk. Hər vaxtınız xeyir olsun mənim əzizlərim. Xoş gördük sizi xanımlar saatında. Bugünkü mövzumuz mükafatlardır mənim əzizlərim. Bəli, mükafatlar haqqında danışacağıq. Qonaqlarımızı istəyirəm təqdim edim. Number One layihəsinin Azərbaycan üzrə rəhbəri teleaparıcı Tural Ozan bugün qonağımızdır. Xoş gəlmişsiniz Tural bəy. Respublikanın əməkdar artisti, xanəndə Nuriyə Hüseynova bugün qonağımızdır. Xoş gəlmişsiniz Nuriyə xanım. Və ifaçı, müğənni, gözəl ata... Rəşad İlyasov bugün bizim qonağımızdır. Elnarə xanım, çox sağ olun, təşəkkür edirəm bu sözlərə görə. Bilirəm, məni çox istəyirsiniz, mən də sizə həddindən ziyadə. Bəli, və bugünkü əl işi güşəmizin gözəl göçək dizayner xanımı Sofi xanım. Xoş gəlmişsiniz. Xoş gəldiniz. Necəsiz? Sağ olun, yaxşı. Əhval ruhiyyəniz necədir? Çox sağ olun. Əhval ruhiyyəmiz də yaxşıdır. Qoy mən buradan belə keçim, yaxşı-yaxşı. Qoy Sofi xanım da qəşəng-qəşəng görsənsin. Onun əl işləri də həmçinin. Sofi, nə edirik, nə düzəldirik? Bunlar nədir belə? Biraz məlumat verin özünüz haqqında. Demək, əvvəlcədən bütün əşyalarımı tikirəm, hazırlayıram özüm. Məsələn... Yəni, bunların hamısını siz özünüz tikmisiniz? Bəli. Bunu özünüz tikmisiniz? Yox, bunu almışam. Bunu almışsınız. Məsələn, bu çay dəsmalını tikmişəm, metrə ilə bir parça olub, tikmişəm, qıraqlarına kanti özüm vermişəm, krujivanı və üstünü çəkirəm, bəzəyirəm. Bu, mən başa düşürəm ki, bu yuyulmayan boyadır da. Yox, yuyulmur, təbii ki. Sırf, yəni, parçanın üzərində çəkmək üçün. Yaxşı bir adı var o boyanın. Yox, mən Almaniyadan gətizdirirəm boyaları, yəni burada deyil. Buradakı boyalar gedir. Ona görə Almaniyadan gətizdirirəm. Əcəb verirsiniz. Bu balışı da özünüz hazırlamışsınız, bəli, özüm tikmişəm, hazırlamışam, üstünü rəngləmişəm, yəni yeni il. Bu nədir bəs? Bu çantadır belə qəşəng. Bəli, bu çantanı da həmçinin özüm tikmişəm. Yaxşı eləmişsiniz, qəşəngdir. Əllərinizə sağlıq. Bu jiletdir görürəm. Uşaqlar üçün əsas etibarilə elə bilirəm siz hazırlayırsınız. Var uşaq evdə? Yox, yoxdur. İnşallah olar. Təşəkkür. Yoxdur, amma yəni uşaqlara daha çox zakaz gəlir. Sifariş ən çox uşaqlara gəlir. Bəli, ona görə daha çox uşaqlar üstünlüdür. İstiqaməti də ona görə belə götürmüşsünüz. Lap yaxşı. Sofi, bugün nə hazırlayacaqsınız bizim üçün? Çay dəsmalı yenə. Bəli, çay dəsmalıdır. Artıq evdə tikmişsiniz deyəsən. Kantını vermişsiniz. Hazırladım. Bəli, və üstündə angel mələk olacaq. Mələk şəkili görürəm, artıq çəkmişsiniz. Adicə sadə qələmlə çəkilib. Bəli, karandaşla çəkilib, indi boya ilə işləyəcəm. Boya ilə üzərində işləyəcək. Okey. Siz işinizdə olun. Mən arada sizə yaxınlaşacağam. Görüm nə var, nə yox, işlərimiz necə gedir. Mükafatlardır bugün mövzumuz. Təsadüfi deyil biz bu mövzunu bugün qoymuşuq. Bizim verişimizdə nə baş verirsə, hər şey xanımlara aid əslində. Görürsünüz, yəni əl işi güşəmiz var. Ümumiyyətlə, verişimiz boyu yoga dərslərimiz olacaq. Xanımlara aid gözəl, maraqlı süjetlərimiz var. Tez bazar yemək hazırlamaq reseptləri var, zövq rubrikamız var. Yəni, əslində verişimiz sırf xanımlara işləyir, xanımlarımız üçündür. Amma mükafatların sezonudur mənim əzizlərim. Noyabrın 30-u Number One mükafatı yenidən bu il keçiriləcək. Sezondursa, demək ki, biz bu zamanın nəbzini tutmağı bacarmalıyıq, geridə qalmaq olmaz. Gərək ki, birinci biz onu işıqlandıraq. Hə, Tural? Elədir, artıq noyabrın 30-unda bu il 4-cü ilimizi keçirəcəyik. Paytaxtımızın ən gözəl güşələrlə birində keçiriləcək. Təbii ki, layihəmiz haqqında qısa məlumat verim. 4-cü ilimizi artıq keçirdirik və nisbətən 1-ci, 2-ci ilimizdə irəliləyən dəqiqələrdə yəqin ki, kadrlardan görəcəksiniz. Açıq havada keçirdik. O dönəmlərdə hələ Avropada olan, dünyada olan o qırmızı xalı, o Oscar'da, Cannes festivalında yaşananlar hələ bizə tam gəlməmişdi. Yəni biz sadəcə televiziyada seyr eləyə bilərdik. Biz o dönəmlərdə qırmızı xalını, uzun qırmızı xalını təşkil elədik. Xaricdə olduğu kimi, Avropada olduğu kimi. Bu 1-ci ilimizdə olan kadrlardır. Qapalı məkanda keçirildi. O siz Göykönək. Aha, 1-ci ilimizdə cavanlıq.
Cavab axtarım. Birinci ilimizdə olan İndi çox kadrlardır. qocalmısınız Tural. Yox, belə olmaz. Biraz. Zarafatlar. Hə, onda gənc idi, indi cavandır. Birinci ilimizdə olan kadrlardır. Bu üçüncü ilimizin kadrlardır. Üçüncü ilimizdə artıq Artıq qırmızı xalları bəli, görürəm qırmızı mən. xalda hər kəs iştirak elədi və Üçüncü Tural üzr istəyirəm, keçən ilkidir də. bəli, üçüncü keçən ilki ilimizdən olan kadrlardır. Xalq artistlərimiz, əməkdar artistlərimiz, Nə gözəl, nə gözəl. Azərbaycan incəsənəti üçün əməyi olan bir çox şəxslər orada iştirak elədilər. Əslində bu mükafatlandırma necə keçirilir və nə tipdədir? Onlar barədə məlumat vermək istəyirəm. Rəşad İlyasovu da gördük. Nuriyə xanım, almısınız number one mükafatı 4 il ərzində? Number one Xeyr. mükafatı Rəşad, siz almısınız? Mən keçən il aldım. Nə gözəl. Təşəkkür edirəm. Çox xoş oldu mənə. Çünki hər şey çox düzənli şəkildə təşkil olunmuşdu. Mən də almamışam, narahat olmayın. Çox bəyəndim mən. Yəni bir tədbirin keçirilməsi, orada olan o organization belə deyirlər də, bu Təşkilat. işlər, təşkilatçılıq çox yüksək səviyyədə olanda sən də bir qürur duyursan. Yəni bu mükafatın qüruru. Yəni Azərbaycanda var belə bir şey. Azərbaycanda bəli. Arzusundaydım ki, mən də alardım. Keçən il bir gördüm səni burada ki, bəs müəyyən sorğular nəticəsində, müəyyən qənaətlər nəticəsində siz də istəyirik mükafatlandıraq. Mənim də bir söz keçdi beynimdən. Bir bu gün duyğularım dilaşdı dindi. Mənim hər sevincim, qəmim sənindir. Sənə üst tuturam könül sirdaşım, sənə ürəyimi açıram indi. Dünyada ən böyük mükafatımdır. Mənə bağışlanan bircə qərənfil dünyada ən böyük mükafatımdır. Yəni sözlər bundan ibarətdir. Bilirsiniz, o tamaşaçı alqışı, sevinci, o gələn o duyğular, sən deyirsən arada müsbət enerji zaldan gələn bu bizim mükafatımızdır. Bu bizim bu bizim qazancımızdır. Amma rəsmi şəkildə təsdiqlənəndə, rəsmi şəkildə bax belə insanlar tərəfindən hesabat xarakteri daşıyır sanki. O insana xoş olur. İndi Nuriyə xanım burada almayıb number-one-ı, amma Nuriyə xanımın Azərbaycandan kənarda çox-çox böyük mükafatlar var. Biz efir qabağı biraz danışdıq onları. Təsadüfən deyil, Nuriyə xanım buradadır. Qürurlandım. Həqiqətən, yəni bizim balaca müsahibəmiz olmuşdu Nuriyə xanımla. Təxminən bir ay bundan öncə elə Space Tele kampaniyasının qapısının ağzında. Dedi ki, təzə gəlmişəm, mükafat almışam. Dedim, mükafatlar mövzusu qoyacağım, Nuriyə xanım, siz də mənim qonağım olacaqsınız. Nuriyə xanım, siz bunlar demək istəyir. Amma bəzən elə sənətçilər var ki, sənət insanlar var ki, bu PR-ı ilə güclü məşğul olur. Mən bu pis halda deyil. Əlbəttə, amma normaldır, eləsi var ki, məsələn, Nuriyə xanım, bayaq mən özüm də irad tutdum ki, bunu siz efirdə, bunu sosial mediada və yaxud müxtəlif proqramlarda söyləsəniz çox yaxşı olar. Əlbəttə ki, Əlbəttə, çağırmışıq, söyləsin. Çox doğru deyirsiniz. Çox vaxt baxırsan ki, biri gedir hardasa bir yerdə ad günündə oxuyur, gəlir. Deyir, qastrol səfərində olmuşdu. Səfərdən gəldim, böyük mükafat aldım falan. Günahkarı sizsiniz. O mənim günahım. Vay, nə gözəl. Demək, bütün bu işlərlərin günahkarı siz imişsiniz, Nuriyə xanım. Amma mən bilirsiniz ki, Azərbaycan Mən dövlət... üzr istəyirəm, biraz yanlış səslənməsin. Mən öz prizmamdan çıxış edirəm də, deyir, hər kəs 100 il yaşamasa günah onun özündədir. Yəni, bu nöqteyi nəzərlə, əgər biz onu təbliğ eləmiriksə, biz yaxşıları göstərir, tamaşaçıları da istəyirəm aydın olsun. Yaxşıları göstərmiriksə, digər ünsürlər nəsə eləyəndə onlar qalxır, ona görə biraz günah özümüzdə də ola bilir. Tamamilə doğrudur. Mən bunu boynuma alıram, bu mənim səhifimdir, bundan sonra belə olmayacaq. Mən bayaq söylədim, Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının solisti işləyirəm, 20 ildir. Ay maşallah. Və bu 20 il ərzində bizim çox böyük səfərlərimiz olub. Dünyanın hər yerini deyərdim ki, bütün dünyanın yardan çoxsunun ölkələri gəzmişik, çox mükafatlarımız olub. 2010-da Özbəkistanda bir yerdə olduq. Bəli, çox gözəl Özbəkistanda da bir tədbirdə olmuşduq. Baş nazirliyə gəldi konsertdə Özbəkistanda. Və onu söyləyim ki, evimdə o mükafatların əlindən belə yer də tapa bilmirəm yığmağa. Unutdum sizə deyim, kəş ki bir ikisini gətirəydiniz burada. Evin bir göşəsinə ayırmışam, tamam ki, onları yığım, qoyum. Onlar hamısı mənim üçün əzizdir, mənim arxivimdir, söz yox ona. Təbii ki, ölkə prezidentimiz İlham Əliyev tərəfindən aldığım ən yüksək ad, əməkdar artist adı, fəxri ad da bu mənim üçün də çox əzizdir. Çünki və düşünürəm ki, illərim hədər getməyib. Bu illər ərzində mən bu qədər əziyyət çəkmişəm. Halal zəhmətimlə buraya qədər gəlib çıxmışamsa, bunu dövlətim də qiymətləndiribsə, bu mənim üçün çox xoşdur. Və keçən il 2015-ci ildə Türksoyun bilirsiniz ki, tədbirlərində mən çox iştirak edirəm. Deyərdim ki, bütün türk dilli xalqların bütün
proqramlarına, özlərinə aid olan qədim ənənəvi proqramlarına dəvət alıram, gedirəm və oradan hər zaman getdiyimdə mükafatla qayıdıram. Və keçən il Türkçəmiz də yoxdur buna. Türksoyun demək olar ki, bütün tədbirlərində mən iştirak edirəm və 2015-ci ildə Türkmənistanın Marı şəhəri Türk ölkələrinin mədəniyyət paytaxtı elan olunmuşdu. Orada Azərbaycandan mən qədim musiqi alətləri ansamblının kiçik bir heyəti ilə orada çıxış elədim və Türkmənistan prezidentinin məxsusi ödülünün mükafatını aldım Qızıldan. Ay maşallah, ay maşallah. Üç ölkəyə verildi o. Azərbaycan, deyim bizə. Azərbaycan, Özbəkistan, bir də Tataristandan 3 sənətçiyə verildi. Azərbaycandan da mən aldım. Xüsusi olaraq onu mənə təqdim etdilər, boynuma saldılar. Türkmənistanın xüsusi geyim libasını mənə geyindirdilər səhnədə. Və əlbəttə ki, bir ölkə başçısının xüsusi olaraq sənin adına imzaladığı və Qızıldan böyük bir boyunbağı və Türkmənistan prezidentindən hədiyyə olaraq, belə deyək, mükafat Türk dünyasına xidmətinə görə mükafatı mən boynuma saldılar. Sözü düzü çox kövrəldim. Gözəl bir hiss olmalıdır. Niyə kövrəldim bilirsiniz? Siz danışırsınız, mən və ona görə kövrəldim ki, çox vaxtı insan biraz belə hisslərə qapınır, düşünürsən ki, bu qədər əziyyət çəkirəm, bəlkə də mən bu qədər zəhmətlərimi heç doğru düzgün qiymətləndirən yoxdur. Amma sənətə, sevgiyə o qədər məhəbbətin var, işini, sənəti o qədər çox sevirsən ki, kiminsə sənə dəyər verməyi heç umurunda çox vaxt olmur. Düşünürsən ki, mən, bax, millət vəkilimiz Rəfail müəllimin bir gözəl sözü, 20 il bundan öncə dediyi söz, mənə dediyi söz, hər gün mənim beynimdə belə fırlanır. Radio dəvət etmişdi Rəfail Hüseynov bizi, qədim alətlərlə. Dedi, bax, gözəl səsin var, amma mən səni çox az görürəm. Bu qədər gözəl səsinlə sən gərək hər gün görünəsən. Dedim, valla, hara dəvət edirlər, ora gedirəm. Dedi, yox, sən çox işləməlisən, çox çalışmalısan. Özünü çox gözəl salmalısan. Üzərində çox elə bir ifa, elə bir sənət göstərməlisən ki, hardan baxsalar, oradan sən görünəsən. O sözdən sonra düşündüm ki, doğrudan da o sözün çox böyük hikməti var idi və bugünə qədər düşünürəm ki, sənət heç vaxt gərək deməyəsən ki, mənim sənətim mükəmməldir, mənim səsim mükəmməldir, mənim yoxdur. Heç vaxt bu sözü işlətməyəsən, hər zaman öz üzərində çalışmalısan. Yenilikçiyəm, yeniliyi çox sevirəm. Razıyam. Şablon ifanı, şablon standart ifaları heç vaxt sevmirəm. Və bunun da nəticəsini, bəhrəsini zamanla görə bilir. Əlbəttə, yəni görməyə də bilməzsiniz. Hər bir əziyyətin, hər bir zəhmətin sonunda bir mükafat var, mütləq var. Hal-hazırda reklamların vaxtı gəldi, çatdı mənim əzizlərim. Reklamlardan sonra biz buradayıq, siz də heç yerə getməyin. Yoga dərsimiz başlayacaq. İndi isə reklamlar. Əziz xanımlar, sizi yoga dəqiqələrində xoş gördük. Bugünkü verilişimizdə biz sizə hərəkət kompleksi Surya Namaskar təqdim edəcəyik. Surya Namaskar, yəni günəşi salamlamaq. Bu 12 ardıcıl bir-birinə bağlı hərəkətlərdir. Mütləq fikir vermək lazımdır ki, hər bir hərəkətdə biz nəfəslə uyğun hərəkət etməliyik. Əslində bütün yoga asanaları etmək üçün birinci növbədə biz bu hərəkətləri eləməliyik. Bu hərəkətlər yüzlərlə əzələləri işə salır və ürək-damar sistemini aktivləşdirir. Ona görə bu komplekslə həm yaşlı nəsil, həm də uşaqlar rahat edə bilər. Sadəcə fikir verin ki, mən hər bir hərəkəti edəndə nəfəsimi alıram və yaxud nəfəsimi verirəm. Bu kompleksi yaxşı olar ki, 12 dəfə ardıcıl hər gün mütəmadi edəsiniz. Və başlayırıq. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi saxlayırıq. Bədənimiz düz qalır. Nəfəsimizi veririk, diz, sinə, alın yerə dəyir, çanaq yerə dəymir. Nəfəsimizi alırıq, göbəyimiz yerdən qaldırmırıq. Nəfəsimizi veririk,
Dabanlarımız yerə dəyir. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Çalışırıq ki, alnımız dizimizə dəysin. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Bir daha bir-iki dəfə təkrar edək ki, sizin yadınızda qalsın. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi saxlayırıq. Nəfəsimizi veririk. Diz, sinə, alın yerə dəyir, çanaq yerə dəymir. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Dabanlarımız yerə dəyir. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi saxlayırıq. Nəfəsimizi veririk. Diz, sinə, alın yerə dəyir, çanaq yerə dəymir. Nəfəsimizi alırıq. Bu kobra hərəkətidir. Biz sizə göstərmişdik öncə verilişimizdə. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi alırıq. Nəfəsimizi veririk. Bu hərəkətləri yaxşı olar ki, yadda saxlayıb, hər gün mütəmadi olaraq 12 dəfə ardıcıl təkrar edəsiniz. Bu bir ev tapşırığıdır. Çünki gələcəkdə hər bir asanaları, çətin asanaları həyata keçirmək üçün biz bu kompleksi etməliyik. Uğurlar. Təşəkkürlər Ayda xanım, çox sağ olun. O qədər sakitləşirəm mən. Eləmirəm bu hərəkətləri, amma ona baxmaq belə məni həqiqətən relaksasiya, mən onu özümdə hiss edirəm. 1-3-5 bizdə yoga dərsləri var və bu elə dərslərdir ki, Rəşad heç bir xanımı və yaxud da ki, heç kəsi, yəni bu hərəkətlərdən asılı vəziyyətə salmır həqiqətən. Sofiya, məndə olan məlumata görə siz də yoga ilə məşğul olursunuz. Xəbəriniz var yəni bundan. Bəyəndiniz? Necə gedir dərslərimiz? Əla. Özünüz də istədiniz. Mən hiss elədim, siz can atırsınız ora. Nəsə də özünüz də istədiniz. Maraqlıdır. Uşaqlıqdan məşğulsuz yoga ilə? Yox, uşaqlıqdan bədii gimnastika ilə məşğulam, Çünki baletlə sizin məşğulam. o görsənir yəni sizinki. Yəni siz idmançı bədəni var sizdə. Təşəkkürlər. Balet və bədii gimnastika ilə məşğulam. Yoga ilə bir ildir belə olar demək ki, məşğulam. Lap yaxşı, lap yaxşı. Qoy buradan bizi izləyən tamaşaçılarımıza bu da bir mesaj olsun. Yəni ki, tək Sofi deyil, tək Ayda deyil, tək siz deyil, siz görürsünüz. Yəni artıq geniş vüsət alır. Yoga ilə məşğul olanlar aramızda artır. Bu sağlamlıqdır, bu gözəl həyat tərzidir. Siz də edin, sizdə də qoy hər şey yaxşı olsun. Hə Sofi? Tamamilə razıyam, çox gözəldir. Adam tam sakitləşir və insanın bütün xasiyyəti də belə dəyişir. Razıyam, razıyam. Meditasiyadır, yəni insan özü-özünü tənzimləyir, özü-özünü rahlayır, səbir, təmkin yaranır adamda. Gözəldir, yəni yoga gözəl adətdir. Artıq bitirmək üzərəsiz, yəni ki, maşallah, yaman sürətlə işləyirsiniz. Mələyimizin demək olar ki, tövlükdə öz rəsmini görürəm, bir dənə ulduzları qalıb yan yörəsində, onu da çəkəcəksiniz. Qaş gözünü də çəkəcəksiniz. Okey, çox qəşəngdir əl işiniz, əllərinizə sağlıq. Bu nə qədər qurumalıdır? 24 saat ərzində quruyur, sonra arxasına çeviririk, ütülüyürük, kağızı qoyarıq üstünə belə, arxasına çevirib ütülüyürük, ifşa. Hə, yaxşı, yaxşı. Sofi, təşəkkür edirəm, çox sağ olun. Number one mükafatından danışırıq. Bugün Number one mükafatından danışırıq, amma ümumiyyətlə mükafatlardan danışırıq. Tural, siz Azərbaycan üzrə rəhbərisiz bu nominasiyanın, bu mükafatın. Mən belə başa düşürəm ki, bütün dünyada var bu mükafat. Dünyada 8-dən artıq ölkədə keçirilir Number One. Müxtəlif adlar da ola bilər. Number One olaraq da qala bilər. Biz sadəcə onu Number One olaraq saxladıq. Çünki nömrə 1 adına tərcümə olunur və Azərbaycanda nömrə 1 adı uğrunda mübarizə, yəni ki, show biznes, sənət sahəsində daha çox gedir. Birinci ilimizdə biraz brend olaraq özümüzü tanıtdırmaq problemimiz oldu və təbii ki, biz bunu gətirdik. Amma növbəti illərdə artıq mükafatlandırma sferasında bir brendə çevrildik. Mən sizə bir şey deyim, artıq mükafatlandırma biz elan edirik ki, 2 ay əvvəlcədən elan edirik ki, vaxtını
ki, nə vaxt olacaq bu ilki number one. Ondan sonra artıq zənglər başlayır. Hətta Azərbaycanda hazır show biznesdə xalq artistləri arasında, tanınmış şəxslər arasında belə artıq iştirak etmək üçün müraciət edənlər var. Təbii ki, bunu nə mən seçirəm, nə kimsə seçir. Biz bu seçmə hüququna malik deyilik. Necə seçilir? Maraqlı sualdır. Necə baş verir o seçki? Yəni varmı bir barometr? Bu sadə insanlar arasında keçirilmiş sorğular, eyni zamanda nüfuzlu şəxslər arasında keçirilmiş sorğular, şirkətlər arasında keçirilmiş sorğular nəticəsində biz yəni tam obyektiv şəkildə səs vermə sadəcə sorğulardır. Səs vermə deyil. Daha sonra isə biz baxırıq həmin insanların background deyə, yəni onların keçmiş bu il ərzində gördüyü işlərə, fəaliyyətinə. Məsələn, baxırıq ki, hansı tədbirlərdə iştirak eləyib, hansı tədbirlərdə o uğurlar qazanıb, hansı tədbirlərə qatılıb, kliplərinə baxırıq, hansı səviyyədə Avropaya çıxa biləcək bir klipi varmı, kliplərində bayaqlıq varmı, yoxmu, bu şeylərə baxırıq. Daha sonra qatıldığı verilişlərə belə hətta baxırıq ki, hansı verilişlərdə iştirak edir və s. və ilə axır kimi bəli, araşdırma kimi olur ki, bu sənətçi mi deyim, hansı fəaliyyətləri var. O daha sonra biz həmin insanlara dəvət göndəririk. Amma hətta Azərbaycanda belə bir şey də var. Bizdə zənglər alırıq tez-tez ki, filan müğənni çox xahiş edən bu il orada olmasın və yaxud da filan müğənni orada olsun, orada olmasın deyə belə zənglər var. Nə gözəl, sən gelib demirsən ki, Elnarə orada olmasın, açıq etiraf elə. Mən deyim ki, Elnarə orada olsun. Bir açıqlamanı da verim. Təbii ki, bu illəri hər bir televiziyalar və verilişlər də iştirak edir eyni zamanda. 6 telekanaldan müxtəlif verilişlər, mükafatlar alır. Eyni zamanda bizim layihəni 50-dən çox kütləvi informasiya vasitəsi işıqlandırır. Yəni, xaricdə olduğu kimi fotoqraflar bir-birinin üzərindən. Bamond. Bəli, Bamond olar. Hər çəkilişlər. Bir-iki nüans var orada. Məsələn, keçən illəri Space TV-dən sənətsevər verilişi mükafatı aldı. Çox gözəl bir layihə idi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilirdi həmin layihə. Çox gözəl layihə olduğu üçün həmin dəvət oldu. Bu illəri Xanımlar Saatı eyni zamanda Baku Art Lab mükafat alacaq. Nə danışırsınız? Elnarə xanım isə ayrıcı olaraq müğənni kimi, sənətçi kimi dəvət alacaq oraya. Təbii ki, ona görə... Sürpriz elədiniz mənə. Ümumiyyətlə, Elnarə, mən bir nə söz deyim. Tural, çox üzr istəyirəm. Turalın belə danışır, indi bu informasiya verir o öz yerində, amma çox baməzə insandır. Mənə zəng vurub ilk dəfə, mən onu efirdən tanırdım, belə şəxsli tanışdığım yox idi. Mən də elə sənin kimi belə çox xoş oldu mənə, dəydi Nurdə xanım. Belə deyirəm ki, çox sağ olun, nə ilə bağlı? Sənin gözəl pəncərələrin var, ona görə. Mən də gedmişəm özümə ki, deyirəm, bəlkə düz deyirsən, mən zarafatçıl oğlandım. Zarafat edirmirsən. Amma gözəl pəncərələr bu öz yerində, amma... Çox gözəl toxundunuz pəncərə mövzusunu, üzr istəyirəm, sözü kəsirəm. Geyimlər. Azərbaycan show biznesi, Azərbaycan sənətçiləri hələ də qırmızı xalıya uyğun geyinə bilmir. Ən çox da xanımlar. Qırmızı xalının xüsusi bir geyimi var. Qırmızı xalı geyimi heç vaxt qala geyimi deyil, toy geyimi deyil, konsert geyimi deyil. Qırmızı xalıda rəng çalarları var ki, onlara uyğun geyinmək lazımdır. Nisbətən uzun ətəkli olmalıdır geyimlər. Bəli, uzun ətəkli olmalıdır. Mümkünsə qara olmalıdır. Mümkünsə qara, ağ bu rənglərdir. Qırmızıya yaxın olmayan rənglər ki var, xaldakı qırmızıdan fərqlənməlidir. Əgər qırmızı da ola bilərsə, onu xalça zənn edə bilərlər. Bilinmir. Sonra yerimək qırmızı xalda, sonra geyimlər, düzgün gəlmirlər geyimlərə, dress kodumuz var, ona əməl... Amma mən bu ilkini çox bəyəndim. Yəni, ildən ilə baxma, indi o sferadakı insanlar da, məsələn, bu yaxınlarda Türkiyədə böyük bir mükafat oldu, Altın Kələbək. Dünən, bu yaxında bir neçə gün əvvəl. Bəli, bəli. Orada da artıq o tənqidçilər, sonra mətbuat nümayəndələri dedilər ki, artıq bəli, bizim ifaçılar, bizim sənətçilər o dünya standartlarına uyğun geyinirlər, o qırmızı xalının öz standartlarına, kriteriyalarına uyğun. Baxın, mən istədiyim bizdə də, mən keçən dəfə Amalia xanımı gördüm doğrudan, biz burada da gördük, çox belə xoş təsir bağışladı. Uzun illərdir Azərbaycan səhnəsindədir, uzun illərdir sənətimizdədir, amma öz gözəlliyi ilə, orada hamını diqqəti özünə cəlb öz gözəlliyini hələ də qoruyub saxlayan xanımlardan. Orada bir çox ifaçılarımız, indi inşallah mənə gəlir ki, gələcək zamanlarda daha çox bu müsbətlikləri biz görə bilərik. Bir halda ki, söz geyimdən düşdü, elə bizim geyimlə bağlı Zövq adlı bir maraqlı rubrikamız var. Hal-hazırda reklamların vaxtı gəldi, çatdı mənməzlərim. Reklamlardan sonra siz Zövq, biz hamımız Zövq rubrikamıza tamaşa edirik. Ondan sonra təkrar studiyamızdayıq. Reklamlar.
Instagram səhifəmiz olan Xanımlar Sadı səhifəsindən bir Jale xanım bizə müraciət edib bugün. Jale xanım, salam. Fikrinizi bilirsiniz. Ailənizlə birlikdə şam yeməyi yeyərkən necə bir geyim seçməyi düşünərdiniz? Yəqin ki, elə də çox açıq paltar seçməzdim. Sadə tonlarda, yəni pudra rəngindən istifadə edərdim yəqin ki. Bir də ki, sadə bir platya götürərdim yəqin ki. Sadə bir platya götürdüm. Qara rəng. Arxası açıq, biraz açıq, o qədər də açıq değildi. Çəhrayı rəngin açıq tonunda olan bir ayaqqabı və üstündə çəhrayı rəngi açıq rəngdə olan bir palto götürdüm. Çanta isə çantada biraz fərqlilik olsun deyə qaşlı bir şey götürdüm. Yəni. Təbii ki, nəticəni biz bir yerdə həftə sonunda biləcəyik. Bu arada xanımlar, əgər siz də bizə qoşulmaq istəyirsinizsə, aşağıda yazılan Xanımlar Sadı səhifəsinə bizə müraciət edə bilərsiniz. Bu da zövq mənim əzlərim. Bax, bu da zövq. Zövqlər müxtəlifdir əlbəttə ki, bir qədər məlumat verim sizə. Lady Charm Dükanlar şəbəkəsinin bizim üçün təqdim etdiyi bir müsabiqədir, yarışmadır bu Nuriyə xanım. Qalib seçirlər və ona 50 manatlıq hədiyyə kuponu verirlər. Həmin kuponla həmin xanım gedir Lady Charm Dükandan özünə ürəyi istədiyi geyimi alır. Bax, belə bir... Elə modadan, fashiondan söz düşmüşkən, bizdə o sahədə var. Moda və fashion sahəsi də mükafatlandırılır. Bəli, dizaynerlar iştirak edir, xanım da burada iştirak edir. Onun kimi dizaynerlar da var, moda dizaynerlar da var, modellər də iştirak edir ki, amma onlar kısıtlıdır, yəni ki, çox az saydadır. Yəni 3-4 nəfər iştirak edir hər sahədən. Bütün sahələri əhatə edir. Bu ildə moda sahəsindən bir neçə... İş adamları necə alır bu mükafat sizdə? Onlar bəzi kooperativ sahələr ki var, iştirak edirlər. Məsələn, deyək ki, müəyyən sahələr ki var, hansı ki sənətlə bağlıdır. Birbaşa sənət orada var. O sahələr hər biri iştirak edir. Bir neçə sahələr var ki, indi adlarını vurğulanmaq istəmirəm, çox onların növləri. Həmin günü yəqin özünüz də orada iştirak edəcəksiniz, görəcəksiniz. İnşallah. Belə başa düşürəm ki, eləyəcəm. Mütləq açıqlayım. 16:00-da başlayır tədbirimiz, amma media nümayəndələri saat 15:00-dan gəlməlidir, öz yerlərini tutmalıdır. Çox yaxşı olardı ki, fotoqraf və kameramanlar, onlar da gözəl geyimdə gəlsinlər, xaricdə olduğu kimi kostyumda gəlsələr daha gözəl olar. Hər bir insanın da özünün belə öz bədən üzvlərini deyək ki, öz bədən ölçülərini, öz üz cizgilərini bəlkə də hər kəsdən daha çox gözəl tanıyır. Hər bir insan özü də düşünməlidir ki, məsələn, bu mənə yaraşırmı, yaraşmırmı və çox vaxt biz özümüz modadır deyən, bu dəbdədir deyən, mən də bunu geyməliyəm, mən də belə görünməliyəm deyirik, amma düşünmürük ki, bizim bədənimizin ölçüləri o standartlara uyğundur. Cavab verirmi? Cavab vermir. Əlbəttə, cavab vermirsən, sən onu geyinəcəksən, göstərəcəksən, çox gülməli görünəcək. Və əlbəttə, mən hər zaman hamının qeydiyi, hamının elədiyi saç düzümü deyək ki, hamının qaçdığı şeylərin heç vaxt alınca qaçmamışam. Mən onu sizə söyləyəm. Mənim özümə məxsus bir təbiətim və özümə məxsus bir görünüşünüz var, imiciniz var. Və mən o imici hər zaman qoruyub saxlamağa çalışmışam. Çünki elə bir imici qoruyub saxlamışam ki, o 10 ildə, 20 ildə, 30 ildə keçsə və mən baxanda utanmayacağam, belə deyək də. Və mənim yaşım orta məktəbi təzə bitirmişdim. Bir neçə zapislərimiz var. Onlara mən lent yazılarına nəzər salanda baxıram özümün və özümdən bir başqa müğənnilərə də, öz saç düzümlərimə də baxıram, onların saç düzümlərinə də baxıram. Baxıb görürəm ki, demək ki, mən düzgün düşünmüşəm və hərdən də bütün bu şeylərin hamısının fonunda düşünürəm ki, mən geridə mi qalmışam, yox, çox öndəyəm. Yox, əstəğfurullah. Yox, özüm-özümə sualı verirəm. Geridə qalmışam, çox geridəyəmmi, yox, çox öndəyəmmi? Türklərin gözəl sözü var, gec qaldım, yox, önə çıxdım. Bu sualı hər zaman özümə verirəm və düşünürəm ki, yox, gec qalmadım mən. Yəni, elə adam, elə ifaçı var ki, həqiqətən oxuyur, səsi, o mahnını təqdim etməsi, baxırsan, deyirsən ki, baldır da, bal, necə gözəl ifası var, amma tədris edə bilmir. Məsələn, öz bildiyini tələbəsinə öyrədə bilmir.
Yəni o hər adamın işi deyil. Öz bildiyini, bacardığını olduğu kimi tədris edəsən, özündən sonra o sənəti qoyasan, o hər adamın işi deyil. Allaha şükür Nuriyə xanım göz qabağında. Əlbəttə ki, mən sağlığımda öz məktəbimi yarada bilmişəmsə, bu mənim üçün bir xoşbəxtlikdir. Çox vaxt görürsünüz, insanlar, bizim müəllimlərimiz deyək ki, Şövkət xanım bugün dünyada yoxdur, İslam Rızayev dünyada yoxdur, amma onların tələbələri var və o tələbələr onları yaşadır. Onlar öz məktəbini qoyub gediblər. Məsələ biz ifa zamanı bir başqası dinləyir, bizi söylüyor ki, Şövkət xanımın tələbəsi olmuşsan və yaxud elə bir mahnı oxuyuram, İslam mənim tələbəsi olmuşsan və yaxud elə bir muğam parçası oxuyuram, Arif mənim tələbəsi olmuşsan. Yəni bunların üçündən də mən dərs almışam, söz yox. Yəni bunların öz məktəblərində yarada biliblər və əlbəttə ki, mən tələbələrimi yetişdirmişəm və mən öz məktəbimi yaratmışam ki, bugün bir çox tələbələr oxuduğu zaman soruşurlar ondan ki, Nuriyə xanımdan dərs almışsan. Bu mənim üçün böyük bir, necə deyər, əlbəttə, bu sizin imzanızdır. Onu da söyleyeyim ki, bax, əsasən bu dəbdir, qadınların zövqüdür, geyimdir falan, bütün bugün zamanımız, dövranımız elə bir vaxta gəlib çatmışıq ki, internet əsridir, yəni hər şeyi görə bilirik, öyrənə bilirik, istədiyimiz kimi geyinə bilirik, yəni əvvəllər belə şeylər yox idi. Amma bütün bunların fonunda o demək deyil ki, hər şeyi sən geyməlisən. Həqiqətən. Mütləq sən bunu deyək ki, bu geyimi sən hər yerə geyinib gedə bilərsən. Hər yerin, məsələn, mən işə gedəndə, dərsə gedəndə tam sadə, makiyajsız, sadə sport bir formada gedirəm. Elementar dress code deyilən bir şey var. Yəni ofis dress code var, yəni getdiyimiz gecə ziyafət geyimi var və baxır asılıdır biz hara gedirik. Sənət İnstitutunda mən dərsə gedirdim. Orada bir müəllim yoldaşımız var idi. Həmişə məni görəndə deyirdi ki, Nuriyə xanım deyir, mən sizi görəndə belə elə bilirəm ki, Avropada yaşayan bir adam görürəm, yəni belə sənət adamına heç adi normal işə gəldiyiniz halda bir sənətçi kimi görünmürsünüz. Mən səhnə almıram denən ki, mən sənətçi kimi görürəm. Mən sizə onu demək istəyirəm ki, hətta elə sözlər də mən eşidirdim ki, Nuriyə xanım, sən özünə baxmırsan. Özünə baxmaq nə deməkdir? Yəni, Əndriyabani saç düzümləri, çox parıltılı, vulqar, üzr istəyirəm tamaşaçılardan geyinmək. Bunlar mənim ümumiyyətlə yoxdur mənim. Sizi inandırım, mən sizinlə o qədər razıyam. Sevmirəm mən, yəni, ki, söyləyəcəm. Mən bilirdim ki, bugün bu verilişdə oxumayacam və ayağa qalxmayacam. Sadəcə, heç vaxt mən, əlbəttə ki, ona uyğun da geyimlə gəlmişəm. Görürəm, çox yaralı yerimizdir bizim bu geyim. Bir də çox alışıb yanmaq, çox, məsələn, birdən mən toya gedirsən, deyək ki, bir də baxırsan ki, elə xanımlar var ki, belə daşlı, qaşlı, çox bahalı bir libas geyiniblər. Bütün sinələrində daş qaşdır. Məsələn, onunla bahəm boynunda da bir daşqaş var, yəni qulağında da bir daşqaş. Başa düşmürlər ki, o daşqaş o paltarın gözəlliyini itirir. Ya paltarın daşqaşı da o taxtığı o Hərdə bir istəyirəm, zövqdən dərs deyim. Instagramda bir də görsən, mühazirə oxuyuram. Olmaz axı, hər şeyin qaydası var da, hər şeyin qanunu var. Bir dənə söz deyim sizə. Amma əslində mükafatlardır mövzumuz bugün. Aydındır. Bu deyil ki, mükafatlarda da bəs bu xüsusiyyələr nəzərə alınır da. Bəli, görünüş, səslər və axır. Səhnəyə çıxmalıdır və yaxud göz önündə olan insandır, aparıcıdır, ifaçıdır və yaxud nədirsə. Bu bilirsiniz necədir? Amma elə xanımlar var ki, həmişə qlamurdular, gözəl də görsənirlər. Gözə girmirlər. Mən elə gəlir ki, bu geyim məsələsi, bu zövq ayrı məsələ. İlk olaraq şərtdir. Amma Elnarə xanım, müəyyən bir şey var. Məsələn, Nuridə xanım xarakterizə elədi də öz fikrində ki, bax, mən belə geyim. Mən elə gəlir ki, o onun mənəvi dünyasının o xaricə yansıdığı bir tərəfi də onun geyimi. Bu insan belə insandır. Bu insan bu cür düşünür, bu cür görür, sadədir, bu cür görür həyatı, bu baxışlarla baxır. Ona da bu cür yaraşır. Mühafizəkardır. Mən rəngləri çox sevirəm. Məsələn, üzr istəyirəm. Birdən sual versələr ki, belə suallar, hansı rəngi çox sevirsən? Mən gülməyim gəlir o sözə sadəcə. Həyat rənglərlə gözəldir. Bütün rəngi sevməmək mi olar deyirsiniz? Bütün rənglər gözəldir. Yetər ki, o rənglərdən doğru düzgün istifadə edə bilməsən. Yəni, bu belə. Və sadəcə, bax, dediniz ki, mükafatların və bir başqa bir ölkəyə gedirsən, səni orada təqdim eləyirlər və oradan da mükafat alırsan və bütün bunlar detallarla ölçülür. Məsələn, Türk dünyasına bayaq mən sizə söylədim ki, xidmətimə görə aldığım mükafatlar sənətimə görə veriblər öz yerində. Amma və təbii ki, mən bir Azərbaycan türkü olaraq
mənim mədəniyyətim, mənim tərbiyəm, mənim əxlaqım böyüyə, kiçiyə, insanlarla rəftar, bütün bunların Geyiminiz, hər birini, davranışınız. davranışım, hər biri nəzərə alınır. Məsələn, biz getdiyimiz ölkədə, sadəcə misal çəkəcəm, bax, 15-20 gün olar mən Almaniyadan qayıtmışam. Nizami Gəncəviyə həsr olunmuş bir böyük bir tədbirdən gəlmişəm. Orada bir otaq ayırdılar bizə konsertdən öncə. Biz orada çay içməli idik, kofe içməli idik konsert öncəsi. Məsələn, şirniyyat dövləri, peçenya, biz onu içdik, yedik. Sonra başladıq oraları yığışdırmağa. Xidmətçi gəldi ki, siz əl vurmayın, o mənim işimdir, mən eləyəcəm. Biz sadəcə yığışdırdıq, Təranə xanım kanon çalan. Biz düşündük ki, Biz öz mədəniyyətimizi göstərək. biz niyə buradan çıxandan sonra bu Almanda belə bir fikir formalaşsın ki, bunlar nə dərəcədə mədəniyyətsiz və səlqəsiz bir millətdilər, töhdülər, dağıtdılar, getdilər. O səliqə ilə oranı elə bir səliqə saldıq, qadın gəldi, az qaldı bizim əlimizdən öpsün ki, siz mənim işimi görmüsünüz. Yox, bu o demək deyil ki, bir zibilə oradan götürmək, bir içdiyin putulkanı deyək ki, oradan götürmək, zibil qutusuna atmaq, ya qaldığın, getdiyin yeri o demək deyil ki, sən orada böyük bir əziyyət. Sadəcə mən öz millətimin təmsil eləyirəm, mən millətimi göstərirəm. Millətinizə olan ehtiramdan irəli gəlir. Əlbəttə ki, mən bu ölkədən gedəndən sonra mən millətim haqqında niyə pis fikir olsun? Yəni, bütün bunlar hamısı nəzərə alınır, məncə. Razıyam. Və mən verişimizə əslində yekun vurmaq istəyirəm. İstəyirəm bir dənə Sofinin əl işini göstərək. Siz də baxın. Pardon. Bu Sofi qızımızın əl işi. Çox qəşəngdir. Çox gözəldir. Mən istəyərdim ki, mənim evdə belə bir çay dəsmalım olsun. Məsələn, uşaqlarımız üçün istifadə edə bilərik bu çay dəsmalından. Və əslində yekun verərək bir məsələni də nəzərimizə çatdırmaq istəyirəm. Bizim həyatda ən böyük və ən gözəl nailiyyətimiz və mükafatımız əlbəttə ki, bizim övladlarımızdır. Mənə elə gəlir ki, siz mənlə razılaşarsınız. Xahiş edirəm, mənə nominasiyanı belə qeyd eləyərsiniz. Belə şey yoxdur, adam özü mükafatını istəyir. Sənətçilər arasında ən gənc, çox uşaqlı ana. Sənətçilər arasında ən gənc, çox nəvəli. Çox nəvəli? Nənə. 4 dənə nəvəm var mənim. Nə danışırsınız? Maşallah, maşallah. 4 dənə nəvəm var mənim. Maşallah, heç bax cavan nənə, heç gör deyərsən. Mən 19 yaşında ailə qurmuşam. Laf yaxşı, laf yaxşı. Allah balalarınızı saxlasın, nəvələrinizi saxlasın. Bilirsiniz, bütün bu işlərlə sənət, səfərlər, məktəbdə, institutda dərs demək, ictimaiyyət arasında görünmək, tədbirlərə qatılmaq, konsertlər, efir proqramlar və üstəlik ailə, həyat yoldaşı, uşaqlar, üstəlik nəvələr. Bunlar hamısı... Kim də bilməsə mən bilirəm bu nə deməkdir. Çox çətin bir şeylərdir, amma sevə-sevə eləyirik, çünki zövq alırıq onlardan. Yəni, həqiqətən də çox sağ olun. Mən təşəkkür eləmək istəyirəm. Rəşad, bəli, buyurun. Biz bu ilki mükafatımızı gətirmişdik. Siz artıq mükafatımı mənim gətirmişsiniz bura. Ümumiyyətlə, bu nümunədir. Bu cür olacaq. Aha, bax, bu cür olacaq. Orada daha yaxşı görünür fonda, çünki rəngi, qızılı rəngin fonunda da görsənə bilər. Bu illəri mükafatlarımız belə olacaq. Elə bu qoyun gedin də, mənimdir də. Orada sizin adınız olacaq artıq sizin mükafatınızda. Çox sağ olun. Sizin mükafatınızda sizin adınız olacaq. Bu ilki logotipimiz və mükafatımız belədir. Laf yaxşı. Təşkilatçılardan və eyni zamanda bir şey də vurğulayım, artıq bizim layihəni beynəlxalq tanınmağı da var. Bu yaxınlarda bir neçə Türkiyəli müğənnilər belə, hətta Azərbaycanda keçirilən bu mükafatlandırmada Azərbaycan müğənnilərinə uğurlar arzuladılar. Nə gözəl. Bəli, kadrlarda, mediada yer aldı. Bu qədər, yəni... Elə biləm, bir Azərbaycanın kimi bu həm sizin, həm bizim uğurumuzdur. Bəli, 30 noyabrda gözləyirik Bizim də qürurumuzdur. 30 noyabrda gözləyirik hər kəsi saat 16:00-da gecikməyin, çünki xahiş olunur, qırmızı xalı bağlanandan sonra zaten 11 əhəmiyyəti qalmır. 16:00-da biz orada olacağıq. Mükafatımızı xahiş edib verərsiniz və bu qədər mənim əzizlərim, təşəkkürlərim var. Təşəkkür elədim qonaqlarımıza gəldikləri üçün. Sofi, sizə təşəkkür edirəm. Estağfurullah, borcumuzdur. Saçıma və makyajıma görə stilist Samiraya təşəkkür edirəm. Geyimimə görə Lady Charm dükanına təşəkkür edirəm. Ayaqqabılarıma görə isə Neftçilər metrosunun yaxınlığında yerləşən İzabel ayaqqabı dükanına təşəkkür edirəm. Studiyamızı belə gözəl bəzədiyi üçün Ağ Çiçəyimə təşəkkür edirəm mənim əzizlərim. Həftə içi 5 gün
biz sizin görüşünüzə gəlirik. Çox maraqlı mövzularımız, qonaqlarımızla bərabər və ümid edirik ki, siz də bizi gözləyirsiniz səbirsizliklə. Elə isə sağ olun, salamat qalın və sabaha qədər hələlik.